Mən oturum bütün günü üzr istəyirəm alkoqol içim. Siz bütün günü sağlam həyat sürün. Mən yenə sizdən yaxşı yadda saxlayacağam. Çünki texnikam güclüdür. Aydındır. Amma ki, sən baxır hansı səviyyədə özünü görürsən, sənin rəqiblərin kimdir? Sən yarış səviyyəsində görürsənsə özünü, sənin rəqibin orada 19 yaşlı Hindistanlı əjdaha ola bilər, bir güclü adam ola bilər. Yaponiyadan gələn bir robotdur, 19 yaşı var. Robot nə mənada? Yəni ki, bu Yapon təhsil alıb artıq. Onun texnikasını orada mənimki. Sənin isə 38 yaşın var, onun isə gündəlik işin gücün də var. Onun işin gücü elə məşqdir. Sən burada rəqabət qabiliyyəti olmaq üçün məcbursan tibbi olaraq özünü qoruyasan. Xəmir yemirsən. Heç mən sushi yemirəm yarışlar 3 ay qalmış ki, sushinin düyüsü ziyandır, ya da nəsə zəhərlənmə ola bilər. Hə, o ayrı səviyyədir. Amma gündəlik olaraq siz bunları eləməsəz də olar əslində. Əsas texnikadır. Amma bunları eləsəz, təbii ki, sağlam həyat sürəcəksiniz. Tibbi olaraq beyində nə baş verir? Bu təbiidir. Yəni neyronlar arasında əlaqə güclənir sadəcə olaraq. Qeyri-adi bir şey yoxdur. Deyək ki, siz nə qədər çox yadda saxlayırsınızsa, neyronlar arasında əlaqə güclənir. Beyniniz daha şarp, yəni iti olur da belə deyək. Həkim müayinəsindən tez-tez keçirsiniz? Xeyr, çox az. Axırıncı dəfə nə vaxt keçmisiniz? Bəlkə də 1 il olar. Yəni siz zehni cəhətdən deyirsiniz. Bəli, zehni cəhətdən. Zehni cəhətdən ən çox ən yanlış düşüncələrdən biri odur ki, bu sahə üzrə ki, insanlar elə bilir ki, bizim beynimiz yüklənib. Mənim beynim normal belə deyək də, yaddaş məşq edən insandan daha yaxşıdır, daha sağlamdır, daha itidir, daha safdır. Çünki mən bütün zehni güclərindən istifadə edirəm. Xəyala dalıram hər gün, vizualizasiya edirəm. Mən beynimin sağ tərəfindən istifadə edirəm, təki sağ yarım kürədən. Mən hisslərimlə oynamaq bacarıram. Amma normal, adi qayda gündəlik həyata gedən insan nə edir ki, güya məntiqindən istifadə edir ancaq da. Beynin bəlkə 1% deyil, 10% deyil o. Aydındır. Ona görə yəni insanlar yaddaş ekspertinin beyni yükləməsindən daha çox öz beyinlərinin zəifliyindən narahat olmalıdırlar. Yəni örnək əslində o insan olmalıdır. Çünki o düz istifadə edir əslində.